Biz çox zaman yuxu görürük, müxtəlif cür yuxular görürük və bu yuxuları boş hesab eləyirik. Sanki bu olması lazım olan bir şeydir. Yatdım, yuxu gördüm, durdum və yuxulara diqqət eləmək lazımdır. Düşünürəm ki, əgər yuxular həddindən çox, məsələn, davamlıdırsa, səni hər gün eyni yuxu narahat edirsə, bunun mütləq analizi lazımdır bir mütəxəssislə. Yuxular bizim gündəlik narahatçılıqlarımızı, gündəlik problemlərimizi, gündəlik məsələn başımıza gələn hadisələri və yaxud da həyatımızda baş verən hər hansısa bir xoşagəlməzlikləri və yaxud da ki bizim istəklərimizi və yaxud da qorxularımızı və s. analizidir. Bu şuuraltı səviyyəsində baş verir. Biz yatırıq, amma bizim şuuraltımız yatmır. Bizim narahatçılıqlarımızı işləyir, bizim qorxularımızı işləyir. Yəni bizim xeyrimizə əslində orada iş görür. Bəlkə də məsələn bizim unutduğumuz o məqamlar var ki, həyatımızda xatırlamırıq. Amma bu bizə narahatçılıq verir. Hər hansı bir davranışlarımızda dərk olunmadan özünü göstərir. Bu və digər şəkildə bu yuxu sayəsində təzahür edir. Məsələn, Freud yuxu görməni şuursuzluğa gedən kral yol adlandırırdı ki, yəni şuursuzluqdakı bütün informasiyalar çox zaman yuxuda belə təzahür edir. Məsələn, insanın hər hansı bir narahatçılığı var, o bu narahatçılığı keçirdir, amma bunun cavabını bilmir, bunu həll eləyə bilmir. Yuxuda şuuraltı səviyyəsində bu proses baş verir ki, insana kömək olsun. Və yaxud da ki, hər hansı bir istəklə bağlı ola bilər ki, adamın bir istəyi var, bir arzusu var, onu həyatda gerçəkləşdirə bilmir, amma yuxuda bunu gerçəkləşdirir. Yuxuda məsələn istədiyi yerə gedir, istədiyi tutaq ki, məkanlarda olur. Məsələn, mən çox zaman yuxumda Laçını görərdim. Çünki həmişə mənim arzum olub o yerləri görmək, evimizi görürdüm. Çox zaman evimizdə olurdum. Yəni bu mənim şuuraltı istəyimdir, arzumdur ki, mən yuxuda da heç olmasa onu gerçəkləşdirirəm. Və yaxud da ki, dünyasını dəyişmiş valideynlərimizi biz görürük yuxumuzda. Bu da bizim daha çox istəklərimizlə bağlıdır ki, biz onları görmək istəyirik. Realda bu mümkün deyil, amma yuxumuzda heç olmasa müəyyən bir müddət onlarla qala bilirik. Onları yuxumuzda görə bilirik və yaxud da ki, onlara həyatda edə bilmədiyimiz, hansı bir peşmançılığımız varsa, günahkarlığımız varsa, bununla da bağlı yuxular görə bilirik ki, bu bizim narahatçılıqlarımızdan irəli gəlir və yaxud da hər hansı bir qorxularımız, bizim qorxularımız da bizim yuxularımıza çox tez-tez girirlər və biz o qorxularla üzləşirik, yuxuda üzləşirik, yəni konkret olaraq. Bir də ki, məsələn, ola bilir ki, adam real həyatda öz sözünü deyə bilmir kiməsə, kimlənsə konflikti var, onun üzünə bunları deyə bilmir, öz narahatçılıqlarına yuxuda həmin insanla konfliktə girir, yuxuda o sözləri ona deyir və yuxudan artıq ayılanda sanki davadan gəlmiş kimi bir vəziyyətdə olur. Sanki bütün enerjisi onun yoxa çıxmış olur da, belə deyim, tükənmiş olur. Buna görə də yuxuları boş verməyək və yuxuları özümüz də analiz edə bilərik. Məsələn, hər hansı bir yuxu görmüşüksə və yaxud da ki, onu bir mütəxəssisə etibar etmək, onunla bir yerdə analiz etmək ki, əgər biz yuxularımızı analiz etsək, çünki yuxularımız bizə məlumat ötürür. Hər hansı bir problemimizlə bağlı, xəstəliyimizlə bağlı məlumat ötürür. Bu, hətta psixofizikaya dayanan bir məsələlərdir ki, bizim elektrik sahəmiz digər insanın elektrik sahəsi ilə təmasa girir. Bu belə olur ki, məsələn, yaxın insanlar arasında bu təmas baş verir və onun informasiyasını biz ala bilirik onun elektrik sahəsindən. Yəni bu sırf psixofizikanın məşğul olduğu bir elmdir. Bu Allahın bir möcüzəsidir ki, biz bütün bunları yaşayırıq. Və yaxud da ki, proqnoz edici yuxular ola bilir, ilahi yuxular var. Yəni yuxuları boş verməyək, yuxulara dırnaq arası yanaşmayaq. Yuxuların analiz olunması və yuxuların doğrudan da o işlənilməsi, bu bizim rahat yatmağımıza kömək olacaq. Çünki yuxu bizə siqnal verir ki, məsələn, kimlənsə olan konflikt, tutaq ki, bizim həyatımıza pis təsir edir, sağlamlığımıza pis təsir edir, hər gün əsəb keçirdirik və yuxuda da bu konfliktləri yaşayırıq. Bu konflikti həll etmək, ya onu qəbul etmək, ya onunla ünsiyyəti tamam kəsmək və s. kimi realda müəyyən işlər görülməlidir ki, biz yatanda o rahatçılığımıza qovuşaq. Çünki yuxu insan sağlamlığı üçün çox önəmlidir, çox vacibdir. Yuxu bizim çünki beynimizin dincəlməsi üçün, bədənimizin rahatlanması üçün bir çox regenerasiya prosesləri yəni bərpa
edici proseslər yuxuda baş verdiyi üçün biz yuxuda dincəlməliyik. Yox, əgər yuxuda qorxular görürüksə, davamlı olaraq yuxuda narahatçılıqlar görürüksə, yuxuda kimlənsə konfliktlərimizi görürüksə və yaxud da ki, dünyasını dəyişmiş valideynlərimizlə bağlı narahat yuxular görürüksə, bu zaman biz bunu işləməliyik, analiz etməliyik ki, bu problem həll olsun ki, biz yatandan sonra şuuraltı bunu həll etmək məcburiyyətində qalmasın.